Stres və yuxusuzluq cinsi performansa necə təsir göstərir? Yəni mən pasientlər gəldiyində mənim bir suallarım var. Yeməyindən tutmuş, yatma alışqanlıqlarına qədər hamısını soruşuram. Yəni duz nə qədər istifadə eləyir, nə qədər kofein istifadə eləyir. Bunların içərisində ən çox soruşduqlarım təbii ki, stres və yuxudur. Yəni yuxusu düzgün olmayanlar, 7-8 saatlıq yuxu rejiminə diqqət etməyənlər bu cinsi zəiflikdən və yaxud istəksizlikdən çox əziyyət çəkirlər. Deyə bilərsiniz ki, doktor, yaxşı, günorta mən 7-8 saat yatıram, ya da 10 saat yatıram, axşam oyaq oluram. Bu necə bəs? Xeyr, mütləq dərəcədə axşamları, yəni bizim biosaatımız var. Axşamları testosteron ən maksimal səviyyə, yəni gecələri ən maksimal səviyyədə olur və biz gecə yatanda testosteron öz işini görə bilir. Yəni bizim gecə sərtləşmələrimiz də axşamlar olur. Yəni bu gecə mən oyaq olum, səhər mən bu 7-8 saatlıq balansımı elə saxlayım, qaydası da uyğun deyil. Yəni bu səhər ereksiyasının səbəbi də odur mu? Bəli, yəni bizim səhərlər daha şiddətli şəkildə ereksiya olmağımız, gecələr də bizə əslində ereksiya olur. Sadəcə dərin yuxuda olduğumuz üçün bunun çox fərqində olmuruq. Səhər oyanmağa yaxın daha çox bunu fərq edirik ki, aşağıda bəzi yerlər sərtdir. Səhərlər də sərtləşməni hiss eləməyimizin əsas səbəbi də testosteronun yüksək olmasıdır və oyanmağa yaxın olmağımızdır. Yəni yuxu bizim üçün, sərtləşmək üçün çox önəmlidir. Stres də eyni zamanda. Çünki stresli həyatda və yuxusuz həyatda bu bizim cinsi gücümüzü çox dərin şəkildə təsir edir. Çünki testosteronumuz da az yatan insanlarda, yəni gecələri işləyən insanlarda hər zaman daha az olur.